Oktyabrın 8-i və 9-u Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayonunda dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğunda prioritet istiqamətlər üzrə təlimlər keçirilib. Ağcabədi Bayraq Muzeyində keçirilən təlimlərdə Ağcabədi və Laçın rayonları üzrə dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər. Təlimlərin keçirilməsində məqsəd inzibati vəzifələrin tutulması qaydaları, həmçinin dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi, qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələrin bu sahədə fəaliyyət göstərən kadrlara öyrədilməsi olub. Təlimin ilk günündə Dövlət İmtahan Mərkəzinin hüquqi təminat, dövlət qulluğu və dövlət strategiyaları ilə İş Departamentinin böyük məsləhətçisi Röyal Şərifov, dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydaları və ehtiyat kadrların idarə olunması mövzusunda təlimlər keçib. Təlimin növbəti günündə isə Dövlət İmtahan Mərkəzi, səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin məsləhətçisi Nərmin Xəlilova, dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi, qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr mövzusunda təlim keçib. Təlimdə iştirakçılara komanda işinin əsas prinsipləri, inkişaf mərhələləri və effektiv əməkdaşlığın vacibliyi, habelə kiçik və çevik komandaların üstünlükləri və güclü komanda ruhunun formalaşdırılması yolları izah olunub. Təlim zamanı dövlət qulluqçularını maraqlandıran suallara və mövzulara təlimçilər tərəfindən aydınlıq gətirilib. Qarşılıqlı fikir mübadiləsi aparılıb, davranış strategiyaları və onun həlli yolları müzakirə olunub. Qeyd edək ki, Tərtər, Bərdə və Ağcabədi şəhərlərində keçirilən 2 günlük təlimlərin oktyabrın 10-da Ağdam şəhərində də keçirilməsi nəzərdə tutulur. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.